Anamın nəticəsini elə gəlin anamdan eşidəyin. Çünki mənim anam diz ağrılarından əziyyət çəkirdi və pilləkənləri qalxa bilmirdi. Bu məhsulu məsləhət gördüm. Mama, indi necəsən? Yaxşıyam, şükür Allaha. Məhsul hələ mən yarısını içmişəm, hamısını qutarmamışam. Ancaq pilləkənlərin necə çıxıram heç xəbərim olmur. Bir də görürüm ki, çıxmışam. Çünki əvvəllər pilləkənə çıxanda ayağımın biri əsirdi, sirkələnirdi. Bir təhər dayandırırdım ayağımı, sonra o bir ayağımı atırdı. Amma indi şükür Allaha, yaxşıyam. Dizlərim yüngülləşib, elə bir çox rahatım. Dizlərində ağrılar qalıbdı? Yox, qalmıyor şahınız, yox. İndi necəsən, baxın, dizlərimi necə hiss edirsən, mənə o maraqlıdır. Şükür, şükür, çox yaxşıyam, çox bala. Şükür, həmişə yaxşı Çiynimdə də ağrılar olurdu, bu ağrılarım da gedib. Sümük ağrılarına o zaman təsir Sümük edir. ağrılarım, oyun ağrılarım da vardı, onlar da elə bir yüngülləşdilər, rahat olmuşam, yaxşıyam. Hər zaman sağlam olasan, hər zaman Allah bütün anaları qorur.